Привет, uşaqlar. Gəlin sizinlə bu sözləri müzakirə edək və cümlələr quraq. Başlayaq. Proшлый год, keçən il. Что sualına cavab verəndə, hərəkət olmayanda. Məsəl üçün, keçən il çətin idi. Прошлый год был тяжелым. В прошлом году, keçən ildə. Когда sualına, nə zaman sualına cavab verəndə. Mən orada olmuşam keçən il. Я там был və yaxud была в прошлом году. С прошлого года keçən ildən başlayıb hələ də davam edir. Mən keçən ildən burada işləyirəm. Я с прошлого года живу здесь. До прошлого года keçən ilə kimi do qoşması var. Keçən ilə kimi. Keçən ilə kimi mən onu tanımırdım. До прошлого года я его, ya da ее не знал və yaxud не знала. Uşaqlar, əgər 2 aya rahat rus dilində danışmaq istəyirsinizsə, onda aşağıda olan məlumatı sonucan diqqətlə oxuyun.